rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır. Biz burada belə də ən yüksək səviyyədə bütün işləri qururuq. Amma dərinə baxanda görürsən belə deyil. Yalan məlumatlar ötürülür bəzi icra başçılar tərəfindən. Özlərini göstərmək üçün, yaxud da ki, öz nöqsanlarını örtbasdır etmək üçün yalan raportlar verilir. Həqiqəti əks etdirməyən məlumat verilir. Rayonların inkişafı ilə bağlı, mövcud olan problemlərlə bağlı. Buna görə mən də rayonları tez-tez gəzirəm ki, xalqın dilindən eşidim o problemlər. Və biz bu problemləri həll etməliyik. Onları belə də kimsə əgər malalamaq istəyirsə, səhv yoldadır. Və sizə də tapşırıram. Hər bir ölkədə problem var. Biz o problemləri örtbasır etməməliyik. Əksinə, üzə çıxartmalıyıq. O cümlədən media nümayəndələr. Onlara da mən dəfələrlə müraciət eləmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz.